Cinsi yolla keçən xəstəliklər. Cinsi yolla keçən xəstəliklər əsasən cinsi əlaqə yolu ilə yayılan infeksion xəstəliklərdir və müxtəlif bakteriya, virus və parazitlər tərəfindən yaranır. Qonoreya və xlamidiya kimi bakterial infeksiyalar genital bölgədə ağrı, axıntı və qaşınma kimi əlamətlərlə müşahidə olunur. Genital herpes isə herpes simplex virusu tərəfindən meydana gəlir və ağrılı veziküllər ilə nəticələnir. HPV virusu isə genital çıbanlara və uşaqlıq boynu xərçənginə səbəb ola bilər. Hepatit B və C virusları qaraciyər zədələnməsinə yol açaraq sarılıq və qaraciyər çatışmazlığına səbəb ola bilər. Trikonomoz paraziti genital bölgədə qaşınma və ağrı ilə müşahidə olunan bir infeksiyadır. Bakterial vaginoz isə vaginal bölgədə bakterial balansın pozulması ilə yaranır və qeyri-adi axıntı və xoşagəlməz qoxuya səbəb olur. Cinsi yolla keçən bu xəstəliklərdən qorunmaq üçün prezervativ istifadəsi, müntəzəm müayinələr və düzgün tibbi müdaxilə vacibdir. Cinsi əlaqə zamanı təmizliyə diqqət etmək, vaksinasiya və tərəfdaşlığın müayinəsi bu xəstəliklərin yayılmasının qarşısını ala bilər.